Salam, xoş gördük hər birinizi. Logos Lab buraxılışının ikinci sayına başlayırıq və bu günlər müzakirə etmək istədiyim birinci məsələ bu epistemologiya ilə bağlı olan maraqlı bir mövzudur. Epistemologiya bu nəzəri fəlsəfənin biliklərin öyrənilməsini, yəni bilik fəlsəfəsinin öyrənilməsini həyata keçirən bir bölməsidir. Və başqa sözlə epistemologiya bu bilik nəzəriyyəsi kimi qeyd edilir və bu mövzu ətrafında, yəni bu bölmə daxilində maraqlı bir mövzu, yəni dispozisional bilik, dispozisional inam nədir? Yəni bu mövzunu müzakirə etmək istəyirəm. Qısa bir giriş verməli olsaq, ənənəvi yanaşmaya əsasən bilik bu əsaslandırılmış doğru inamdır və burada klassik yanaşmada 3 şərt ödənilməlidir. Yəni subyekt nəyəsə inanır, bu inam doğru olmalıdır. Üçüncü şərt isə bu epistemik cəhətdən əsaslandırılmalıdır. Və bu 3 şərtin birincisindən başlamaq istəyirəm. Yəni inam deyəndə biz nəyi başa düşürük? Daha konkret desək, yəni burada bizim dispozisional inam dedikdə hansı atributları, hansı əlamətləri nəzərdə tutduğumuzu diqqət mərkəzinə gətirmək istəyirəm. Bu məqsədlə 3 sualın araşdırılmasını həyata keçirəcəyik. Birinci sualımız belədir. Hər hansı bir mülahizəyə münasibətdə biz hansı yanaşmaları sərgiləyə bilərik? Yəni biz burada 3 müxtəlif yanaşmadan bəhs edə bilərik. Birinci, bu haqda danışacağıq. İkinci, hər hansı bir propozisiyaya inanmaq, yəni mülahizəyə inanmaq ilə onun nəzərdə tutulması, onun araşdırılması nə deməkdir? Yəni bunların bir-birindən fərqi nədən ibarətdir? Və sonuncu sualımız bu dispozisional bilik, üzr istəyirəm, dispozisional inam ilə mövcud olan inam, yəni real inam arasında fərq nədən ibarətdir? Yəni bunlar arasında fərqi biz diqqət mərkəzinə gətirmək istəyəcəyik. Deməli, başlayırıq birinci sualımızdan. Birinci sualımız deməli bundan ibarətdir. Yəni hər hansı bir propozisiyanı, yəni mülahizəni biz götürən zaman burada 3 müxtəlif yanaşmanı biz müşahidə edə bilərik. Birinci halda biz propozisiyanı doğru propozisiya kimi xarakterizə edə bilərik. Bu deməkdir ki, biz propozisiyanın doğru olduğuna inanırıq, yəni propozisiyanı doğru propozisiya kimi qəbul etmiş oluruq. İkinci yanaşma bu yalan propozisiyadır. Bu deməkdir ki, biz propozisiyanın yalan olmasına inanırıq və ya propozisiyanın əksinə inanırıq. Yəni əgər biz yalan propozisiyanın əksinə inanırıqsa, bu deməkdir ki, biz həmin propozisiya, məsələn, 2 qiymətli məntiqdə 0 qiyməti alırsa, biz hesab edirik ki, bunun əksi, yəni 1 qiyməti bu artıq doğru propozisiyaya verilmiş olan qiymət olacaqdır. Və üçüncü yanaşma isə bundan ibarətdir ki, biz sadəcə olaraq propozisiyanın qiymətləndirilməsini təxirə salırıq. Yəni birmənalı olaraq propozisiyanın qiymətləndirilməsini həyata keçirmirik. Yəni biz propozisiyaya nə 0, nə də 1 qiyməti vermiş olmuruq. Başqa sözlə, propozisiyaya olan inamımıza bir qədər skeptik və ya bir qədər ehtiyatlı nəzər salmağa çalışırıq. Bir qədər də mən fikrimi başqa şəkildə ifadə etməli olsam, yəni mən əmin deyiləm ki, propozisiya doğrudur və mən əmin deyiləm ki, propozisiya yalandır. Təqribən belə bir aralıq mövqe bu propozisiyaya yanaşmada üçüncü mövqeyi özündə əks etdirir. Məsələn, biz nümunə kimi din fəlsəfəsindən Tanrı mövcuddur propozisiyasını götürə bilərik. Məsələn, bu propozisiyaya biz ya doğru propozisiya kimi yanaşaraq onu qəbul edə bilərik.
Məsələn, teizm bu aspektdən yanaşır. Teizmə görə propozisiyanın qəbul edilməsi mümkündür, çünki bu propozisiya doğrudur. Və ikinci yanaşmamız bu ateizm ola bilər. Ateizmə görə bu propozisiya yalandır. Ona görə də yalnız Tanrıya inanmayanlar bu propozisiyanı qəbul etmiş olurlar. Yəni teizmə görə propozisiya bir qiymətini alır, amma ateizmə görə propozisiya sıfır qiymətini almış olur. Amma üçüncü yanaşma bu aqnostisizmdə öz əksini tapır. Aqnostisizmə görə biz Tanrının nə mövcud olması, nə də mövcud olmamasına dair əminlik nümayiş etdirə bilmərik. Buna görə də, yəni bu propozisiya olan inamı biz təxirə salmış oluruq. Yəni çünki mən bu propozisiyaya dair əminliyim olmadığına görə növbəti mənə təqdim edilən propozisiyaları gözləmə mövqeyində oluram. Əgər mənə gələcəkdə sübut qismində əsaslandırılmış, epistemik cəhətdən əsaslandırılmış digər propozisiyalar təqdim edilərsə və bu propozisiyalar əgər teizmi dəstəkləyərsə, mən propozisiyanı doğru, amma ateizmi dəstəkləyərsə, onda mən propozisiyanı yalan kimi qiymətləndirəcəm. Amma bu sadəcə olaraq gələcəyə qədər təxirə salınmış bir qiymətləndirilmədir. Ona görə ki, indiki anda mənim biliklərim bu propozisiyanın nə doğru, nə də yanlış olmasını qiymətləndirməyə imkan vermir. Beləliklə biz bilik nəzəriyyəsində propozisiya olan üç müxtəlif yanaşmanı konkret bir propozisiya timsalında qısa şəkildə izah etməyə çalışdıq və bizim növbəti haqqında danışmaq istədiyimiz, yəni epistemologiyada inam nədir? Yəni bu mövzunu bir qədər daha da genişləndirməkdir. Yəni inam ilk baxışda bu dində bizim assosiasiya etdiyimiz, din kontekstində bizim assosiasiya etdiyimiz Tanrıya və ya digər fövqəladə təbii varlıqlara olan inam ilə eyniləşdirilə bilməz. Yəni biz epistemologiyada inam deyəndə bu subyekt ilə propozisiya arasında münasibəti özündə əks etdirir. Yəni buna başqa sözlə propozisional yanaşma, propozisional mövqeyin formalaşması da demək mümkündür. Və propozisional yanaşmalar, yəni bu yalnız inam ilə məhdudlaşmır. Yəni burada ümid, qorxu, doubt, şübhə, desire, istək və ya gözlənti, yəni bunlar da müxtəlif propozisional yanaşmaları özündə əks etdirir. Yəni mən deyə bilərəm, məsələn, mən inanıram ki, yağış yağacaq. Eyni zamanda mən propozisional yanaşmanı dəyişərək mülahizəmi də dəyişə bilərəm. Mən qeyd edə bilərəm ki, mən ümid edirəm ki, yağış yağacaq. Mən qorxuram ki, yağış yağacaq. Mən şübhə edirəm ki, yağış yağacaq. Ya mən gözləyirəm ki, yağış yağacaq. Yəni bunların hər biri özlüyündə müxtəlif propozisional yanaşmaları ehtiva edir və qeyd etdiyim kimi inam sadəcə olaraq bu propozisional yanaşmanın yalnız birini özündə əks etdirmiş olur. Və növbəti müzakirə etmək istədiyim məsələ bu propozisiyaya inanmaq ilə onun nəzərdə tutulması və ya onun araşdırılması ilə arasında olan fərqin izahıdır. Yəni propozisiyanın nəzərdə tutulması nə deməkdir? Yəni biz bu zaman nəyi başa düşürük? Bu deməkdir ki, biz propozisiyanı əgər metafor olaraq qeyd etsək, zehnimizin qarşısında saxlamış oluruq. Yəni göz önünə gətirməyi bacarırıq. Çox tez-tez qeyd edirik gündəlik danışıqda. Yəni mən bu hadisəni, bu fenomeni gözümün önündə canlandıra bilirəm, göz önünə gətirə bilirəm. Yəni təqribən belə bir mənzərədir, amma burada siz göz, yəni bir bioloji orqan olaraq göz deyil, bunu bir qədər
fəlsəfi kontekstdə zehin ilə əvəzləyə bilərsiniz. Əgər biz propozisiyanın kontentini, məzmununu zehnimizdə canlandıra biliriksə, yəni zehnimizin gözünün qarşısında, yəni metafor olaraq qeyd etsək, gətirə biliriksə, zehin gözünün qarşısına gətirə biliriksə, deməli bu propozisiyanın nəzərdə tutulması kimi qeyd edilə bilər və yaxud canlandırılması kimi qeyd edilə bilər. Amma propozisiyanın araşdırılması, yəni bu bir qədər artıq həmin propozisiyanın göz önündə canlandırılmasından başqa, həm də onun məzmununun öyrənilməsi, araşdırılmasını özündə əks etdirir. Yəni bu artıq bir qədər artıq rasional istiqamətə doğru keçid deməkdir. Və biz növbəti slaydda bunu bir qədər, yəni bu yanaşmaları bir qədər də daha aydın şəkildə açmağa çalışaq, yəni məzmununu daha detallı şəkildə izah etməyə çalışaq. Yəni siz sual verə bilərsiniz ki, hər hansı bir insan sadəcə mülahizəni göz önündə canlandıra bilər, yəni zehnində canlandıra bilər, amma propozisiyanı və yaxud araşdıra bilər, amma əslində propozisiyaya inanmaya bilər. Yəni bu mümkündür, yoxsa yox. Təbii ki, biz bu suala pozitiv cavab verə bilərik. Məsələn, ola bilsin ki, mən yerin, yəni yer planetinin kub formasında olmasını göz önündə canlandıra bilərəm, yəni zehnimdə canlandıra bilərəm. Hətta bunu araşdırmağa başlaya bilərəm. Təbii ki, nəticəsi məni yanlış, yalan propozisiyanın üzərinə gətirib çıxaracaq, amma istənilən halda bunun araşdırılması, bunun öyrənilməsi potensial cəhətdən mümkündür. Amma əslində mən buna inanmıram. Yəni mən buna heç bir epistemik müstəvidə inam bəsləmədən onu göz öndə canlandıra bilərəm. Məsələn, siz şəkildə bunu görə bilirsiniz. Təqribən belə bir mənzərəni mən zehnimdə canlandıra bilərəm və eyni zamanda mən bunu araşdırmağa başlaya bilərəm və təbii ki, yəni çox böyük ehtimalla, yəni bu məni yanlış propozisiya, sıfır qiyməti olan propozisiyanın üzərinə gətirib çıxarmış olacaq. Və biz məsələyə bir qədər başqa bir rakursdan da baxa bilərik. Yəni siz deyə bilərsiniz ki, mən və yaxud hər hansı bir insan propozisiyaya inanır, amma həmin propozisiyanı zehnində canlandırmır və ya onu araşdırmır. Başqa sözlə, yəni propozisiyanı zehində canlandırmadan və ya onu araşdırmadan ona inanmaq mümkündür, yoxsa yox? Və biz bu suala da pozitiv cavab verə bilərik. Bəli, bu tamamilə mümkündür. Məsələn, bu səhər mən inanırdım ki, yer planeti kürə formasındadır. Amma mən bunu zehnimdə canlandırmırdım. Yəni bu obrazı zehnimdə canlandırmırdım və mən ümumiyyətlə bunu araşdırmamışam. Yəni mən sadəcə bu propozisiyaya inanmışam və onu qəbul etmişəm. Yəni heç bir zehndə canlandırmadan və heç bir araşdırma etmədən. Yəni bütün bu deyilənlərdən sonra biz keçid alsaq, yəni deməli biz inamın özünü iki hissəyə bölə bilərik. Var birinci dispozisional bir inamdır, ikincisi isə mövcud olan real inamdır. Təqribən belə bir ifadə ilə, belə bir termin ilə biz ikinci inam növünü xarakterizə edə bilərik. Dispozisional inam nədir? Yəni dispozisional inam, yəni zehində canlandırmadan və araşdırmadan hər hansı bir propozisiyanın doğru olduğuna inanırıqsa, deməli bu inam dispozisional inam adlanır. Yəni qeyd etdiyim kimi, yəni biz çox sayda bir şeylərə inana bilərik, amma heç də onların hamısını biz zehnimizdə canlandırmırıq. Onların kontentini araşdırmırıq, sadəcə biz ona inanırıq. Əgər belə bir inam varsa, bu dispozisional inamdır. Amma real inam, mövcud olan inam və yaxud baş verən inam nədən ibarətdir? Yəni biz həm mülahizənin kontentini zehnimizdə canlandırırıq, bu birinci şərtdir.
İkinci şərt isə biz həm də nə edirik? Yalnız onu zehnimizdə canlandırdıqdan sonra, onun kontentini göz önünə gətirməyi bacardıqdan sonra, əgər bizdə inam formalaşırsa, deməli biz həmin inamı necə adlandırırıq? Real və yaxud baş vermiş olan bir inam kimi xarakterizə edirik. Deməli, dispozisional inam ilə real inam arasında fərq nədən ibarətdir? Əgər bir cümlə ilə izah etməli olsaq, yəni fikrimizi ümumiləşdirməli olsaq, yəni dispozisional bilik inamda da biz inanırıq, sadəcə inandığımız mülahizənin kontentini zehində canlandırmırıq və onu araşdırmırıq. Amma ikincidə, yəni real inam isə ondan ibarətdir ki, biz yenə də inanırıq, amma bu səfər biz inandığımız mülahizənin kontentini zehnimizdə canlandırmış oluruq. Yəni bu iki müxtəlif inam növü olaraq fərqləndirilə bilər. Və biz növbəti slayda keçid alsaq, yəni burada dispozisional inam ilə, yəni nəyəsə inanmaq arasında olan meyl. Bunlar fərqli-fərqli bir şeylərdir. Yəni ingilis dilində bu xüsusilə fərqləndirməyə ehtiyac olan bir yanaşmadır. Çünki dispositional belief and disposition to believe. Yəni sözlər olduqca oxşardır. Amma fərqlər müxtəlifdir. Yəni disposition bunun müxtəlif tərcüməsi ola bilər. Bir tərcüməsi bundan ibarətdir ki, daha doğrusu bir izahı bundan ibarətdir ki, bu insan xarakterinin ayrılmaz bir tərkib hissəsi kimi diqqəti cəlb edir. Təqribən temperament dediyimiz bir anlayış, bir termin ilə yaxın mənalı bir termin kimi çıxış edə bilir. Yəni biz inamı bu aspektdən nəzərdən keçirsək, yəni biz inamın məzmununu göz önündə canlandırmırıq, zehndə canlandırmırıq. Sadəcə bu bizim mental sistemimizin və yaxud psixikamızın ayrılmaz bir tərkib hissəsidir və bu aspektdən biz yanaşsaq, bu dispozisional bilik inam kimi xarakterizə edilir. Amma dispositionın ikinci bir izahı bu nəyisə qəbul etməyə olan meyldir, nəyinsə doğru olmasını qəbul etməyə olan bir meyldir. Yəni bu aspektdən biz təqribən belə bir izah verə bilərik. Və bu iki deyiləni biz ümumiləşdirsək və indi müzakirə predmetimizə əlavə etsək, hansı məsələləri qeyd etmək mümkündür? Deməli, ola bilər ki, biz hər hansı bir propozisiyaya inanmırıq, yəni onunla bağlı bizdə dispozisional inam mövcud deyildir. Amma əgər bu mülahizə bizə təqdim edilərsə, biz buna inanmağa hazırıq. Yəni bizim bu mülahizənin doğru olduğunu qəbul etməyə qarşı bir meylimiz vardır. Məsələn, ola bilsin ki, mən YouTube platformasında süni intellektdən istifadə edilməsi, istifadə edilir mülahizəsinə dair heç bir inamım yoxdur. Yəni mən ümumiyyətlə bunu heç bir zaman nəzərdən keçirməmişəm və belə bir mövcud imkanın olmasını zehnimdə heç bir zaman canlandırmamışam. Deməli məndə deməli dispozisional bir inam ümumiyyətlə mövcud deyildir və yaxud digər aspektdən də yanaşsaq, ümumiyyətlə bu aspektdən ikinci növ olan real inam da mövcud deyildir. Amma əgər kimsə bu mülahizəni mənə təqdim edərsə, yəni mən bu mülahizənin, yəni YouTube platformasında süni intellektin imkanlarından istifadə edilir mülahizəsinin doğru olduğunu qəbul etməyə qarşı bir meyl mövcuddur. Başqa sözlə, yəni bizim hər hansı bir mülahizənin doğru olmasına dair meylimiz ola bilər, amma əslində bizdə bu meyl dispozisional inamın olmasını şərtləndirməz. Yəni bir qədər belə deyək, detallı, mürəkkəb bir sahədir, amma bu ingilis dilində xüsusilə önəm kəsb edir, çünki qeyd etdiyim kimi sözlər, anlayışlar olduqca oxşardır. Dispositional belief and disposition to believe. Deməli, növbəti slayda biz keçid alsaq, deməli, əvvəldə, müzakirəmizin əvvəldə qeyd etdiyimiz kimi, ənənəvi bilik nəzəriyyəsi bu üç şərtin olmasını
özündə əks etdirir. Bu epistemik cəhətdən əsaslandırmaqdır. İngiliscədə justification. İkinci bu true belief, yəni T hərfi bunu bildirir, B isə belief bu inamı bildirir. Yəni başqa sözlə ənənəvi bilik nəzəriyyəsinin yanaşmasına əsasən yer gəlmişkən bu Platonun adı ilə bağlıdır. Antik fəlsəfədən Platonun adı ilə bağlıdır. Deməli, S adlı subyekt əgər P propozisiyasını bilirsə, birinci halda S P-yə inanır, ikinci halda P doğrudur, üçüncü halda isə P epistemik cəhətdən əsaslandırılmışdır. Yəni P S üçün epistemik cəhətdən əsaslandırılmışdır. Deməli, bu aspektdən biz çıxış etsək, biz yenə də əgər inam anlayışının üzərində gəlib çıxmış oluruqsa, yəni birinci şərt S-in P-yə inanmasıdır və siz sual verə bilərsiniz. Burada inam hansı kontekstdə qəbul edilir? Yəni dispozisional inamdır, yoxsa real inamdır? Yəni bunların hər ikisi iştirak edə bilər. Yəni bunlar arasında ciddi bir fərqlənmə mövcud deyildir. Yəni biz ümumiyyətlə şərti irəli sürən zaman S P-yə inanır, yəni bunu dispozisional yoxsa real anlamda qəbul etməyimiz diqqət mərkəzinə gəlmir. Yəni bu vacib məqamı diqqət mərkəzinə gətirmək istədim. Və məsələn biz deyə bilərik ki, mən bu səhər bilirdim ki, yəni yer kürə formasındadır. Amma buna baxmayaraq bu propozisiya dispozisional inamı özündə əks etdirməmişdir. Yəni mən bu kontenti göz önündə canlandırmamışdım və ümumiyyətlə bu haqda heç bir araşdırma aparmamışdım. Amma istənilən halda, əgər mən inanıram ki, yəni yer kürə formasındadır, deməli bu mən bilirəm ki, yəni yer kürə formasındadır. Yəni bu propozisiyanın irəli sürülməsi üçün birinci şərti ödənmiş olacaqdır. Və bizim sonuncu slaydımız deməli bu inamın özündə də, yəni müxtəlif dərəcələrin fərqləndirilməsinin mümkünlüyünə dairdir. Yəni inam, yəni bu olduqca mürəkkəb bir fenomendir. Yəni biz burada inamın müxtəlif dərəcələrini fərqləndirə bilərik. Yəni bu tam və əminlik dərəcəsinə çatmış olan bir inamdan ehtiyatla qəbul edilmiş bir tərəddüdlərlə zəngin olan bir inama qədər müxtəlif dərəcələri özündə əks etdirə bilər. Yəni bir insan, əgər biz din fəlsəfəsinə keçid alsaq, yenə də yəni əmin surətdə deyə bilər ki, Tanrı mövcuddur. Yəni bu onun inamıdır, qəti, sarsılmaz əminlik. Amma digər bir insan, məsələn, zəif bir tərəddüd ilə, yəni müəyyən bir tərəddüdlərlə, yəni ehtiyatlı şəkildə deyə bilər ki, mən Tanrının mövcud olmasına inanıram. Yəni bu əslində fazi logic, qeyri-səlis məntiq sahəsinə keçiddir. Yəni bu inamın dərəcələrinin qiymətləndirilməsi 0 ilə 1 arasında müxtəlif qiymətlər ala bilər. Yəni 0 100% əminlik var ki, Tanrı mövcud deyildir. Yəni insan ateistdir. 1 nöqtəsi 100% əminlik var ki, Tanrı mövcuddur. Yəni 1 qiymətini alır. Amma 0 ilə 1 arasında biz artıq həmin dərəcələri qiymətləndirə bilərik. Yəni 1-ə yaxınlaşdıqca Tanrının mövcudluğuna dair əminlik artır, 0-a yaxınlaşdıqca əksinə Tanrının mövcud olmamasına dair əminlik artmış olur. Amma biz yenə də ənənəvi qiymətləndirməyə qayıtsaq, yəni bilikin birinci şərti bu inamdırsa, burada inamın hansı dərəcədə qəbul edilməsi önəm kəsb etmir. Yəni ənənəvi yanaşmada, yəni biz sadəcə inam mövcuddur, yoxsa yoxdur, yəni buna diqqət ayırmış oluruq. Deməli, epistemologiya ilə bu gün müzakirə etmək istədiyim məsələlər bunlardan ibarətdir və bugünkü müzakirəmizin ikinci hissəsində mən deməli qeyri-formal məntiqə keçid almaq istəyirəm. Yəni qeyri-formal məntiq ilə bağlı da silsilə xarakterli mühazirələrimiz qeydə alınırdı və
Həmin mühazirələrdə qaldığımız hissədən başlayaraq, yəni artıq müzakirələrimizi Logos Lab platformasından izah etməyə çalışacağam. Və həmin mühazirələrdə bizim sonuncu müzakirə etdiyimiz hissə bu qorxuya müraciət adlı qeyri-formal məntiqi xəta idi. Üzr istəyirəm, kütləyə müraciət adlı qeyri-formal məntiqi xəta idi. Yəni burada hər hansı bir mülahizənin doğru olmasını əsaslandırması üçün həmin ideyanın kütlədə çoxluq tərəfindən qəbul edilmiş bir kütlə və ya çoxluq tərəfindən qəbul edilmiş bir ideya olmasına əsaslanırdı. Əgər hər hansı bir ideya əksəriyyət tərəfindən qəbul edilirsə, kütlə tərəfindən qəbul edilirsə, onun doğru olmasının epistemik cəhətdən əsaslandırılması sanki həyata keçirilmiş olurdu. Amma təbii ki, bu məntiqi cəhətdən yanlışdır. Yəni, əgər bir ideya hətta çoxluq tərəfindən qəbul edilmiş olsa belə, hətta bu olduqca populyar bir ideya olmuş olsa belə, bu onun doğru olmasının məntiqi əsası kimi çıxış edə bilməz. Və ya başqa şəkildə biz qeyd etsək, yalnız ideyanın populyar olmasına görə onun doğru olmasının əsaslandırılması cəhdi edilərsə, bu sadəcə olaraq insanların psixoloji tələyə salınmasından başqa bir şey deyildir. Yəni, belə bir cəhdin edilməsindən başqa bir şey deyildir. Yəni, biz girişi qeyri-formal məntiq haqqında olan mühazirələrimizdə qeyd etmişdik. Yəni, sonuncu mühazirəmiz bu haqda idi. Əgər maraqlı olarsa, yəni bizim kanalımızda müvafiq playlisti axtarıb izləmək mümkündür. Biz sadəcə olaraq müzakirənin sonrakı mərhələsinə, sonrakı müzakirələrə keçid almaq istəyirik. Və orada qeyd etdiyimiz kimi, sonuncu mühazirəmizdə qeyd etdiyimiz kimi kütləyə müraciət xətası bu iki halda iki formada həyata keçirilir. Birbaşa və dolayı şəkildə və birbaşa həyata keçirilən xətanın izahını biz etmişdik və indi keçid alırıq dolayı şəkildə həyata keçirilən kütləyə müraciət xətasının izahına. Beləliklə, dolayı olaraq həyata keçirilən kütləyə müraciət xətası vasitəsilə arqumenti irəli sürən insan arqumenti bütövlükdə kütləyə deyil, ayrıca seçilmiş bir və ya bir neçə insana ünvanlayır. Amma bu zaman bu insanın və insanların kütlə ilə qarşılıqlı münasibətlərinin bəzi aspektlərini diqqət mərkəzində saxlayır. Bu qəbildən olan məntiqi xətanın özü də üç yerə ayrılır. Birincisi, orkestr arabası arqumentidir. İkincisi, şöhrətpərəstliyə müraciət arqumenti. Üçüncüsü isə snobizmə müraciətdir. Beləliklə, biz birincidən başlayaq. Orkestr arabası arqumentinin izahına keçid alaq. Yəni, bu nə deməkdir? Orkestr arabası effekti insanların müəyyən davranış və yanaşmaları sadəcə olaraq digər insanların belə etdiklərinə görə qəbul etməsi tendensiyasını ifadə edir. Məsələn, siyasi sistemdə insanlar cəmiyyətdə əksəriyyət tərəfindən qəbul edilən və cəmiyyətdə mövcud olan dominant siyasi ideyanı təmsil edən siyasi yanaşmanı qəbul etməyə meyillidir. Əks orkestr arabası effekti isə insanların müəyyən davranış və yanaşmalardan sadəcə olaraq digər insanların onlardan imtina etdiklərinə görə imtina etməsi tendensiyasını bildirir. Məsələn, əgər hər hansı bir insan ətrafda ünsiyyətdə olduğu və ya tanıdığı çox saylı insanın dəbdəbəli geyimdən imtina etdiyini müşahidə etdikdən sonra belə geyimdən imtina etmək qərarına gələrsə, onda biz əks orkestr arabası effekti haqqında danışa bilərik. Birinci anlayışın özünə keçid alaq. Yəni, orkestr arabası, yəni bu anlayış haradan götürülmüşdür? Yəni, orkestr arabası anlayışı bu qərb ölkələrində parad və ya digər əyləncəli tədbirlərin gedişatında musiqi ansamblını daşıyan arabanı ifadə edir. ABŞ-da 1848-ci il prezident seçkisi ərəfəsində o zamanlar ölkədə çox məşhur olan sirk artisti və kloun Dan Weiss prezident seçkisinə qatılan namizəd
Zachary Taylora öz təbliğat kampaniyasını ölkədə yaymaq üçün onun orkestr arabasına qoşulmağa dəvət edir. Yəni əgər sən istəyirsən populyarlıq qazanasan, yəni öz ideyalarını xalq kütləsi arasında yayasan, yəni bizim arabaya qoşula bilərsən və biz bütün ölkəni səyahət etdikcə sən də bizim orkestr vasitəsilə öz ideyalarını daha geniş bir xalq kütləsi arasında yaya bilərsən. Yəni seçicilərin arasında yaya bilərsən. Nəticədə Taylor, yəni prezident seçkisinə qatılan namizəd Taylor rəqibləri ilə müqayisədə daha çox tanınarkən və daha uğurlu bir təbliğat kampaniyası aparıb ABŞ-ın 12-ci prezidenti seçilərkən insanlar onun bu uğurunu məhz orkestr arabasına qoşulması ilə əlaqələndirməyə başladılar. Belə ki, Taylorun orkestr arabasında hərəkət etməsi səbəbindən kütlədə onun tərəfindən təbliğat zamanı irəli sürülən siyasi doktrinanın artıq cəmiyyətdə çox məşhur olan Rice və onun musiqi ansamblı tərəfindən də dəstəklənməsi təəssüratını yaratmışdı. Əgər çoxluq tərəfindən sevilən, qiymətləndirilən və daima onların diqqət mərkəzində olan nüfuzlu bir qrup insan hər hansı bir ideyanı dəstəkləyirsə, onda bu kütlənin sosial qavrayışda uğur effekti yaratması asandır. Yəni bu ideyanı qəbul etməklə cəmiyyətdə uğur qazanmaq mümkündür. Belə koqnitiv və sosial psixoloji səbəblər əsasında kütlə sadəcə olaraq uğurun yanında olmağa can atır. Uğura aparan yolun əslində nədən ibarət olması onlar üçün elə də əhəmiyyət kəsb etmir. Beləliklə, cəmiyyətdə hər hansı bir ideya tədricən daha çox populyarlıq qazandıqca, kütlə tərəfindən bu ideya özünə daha çox güclü dəstək qazanmağa başlayır. Beləliklə, orkestr arabası effektinin aşağıdakı koqnitiv və sosial psixoloji səbəblərini biz fərqləndirə bilərik. Birinci, normativ sosial təsirdir. Yəni, kütlə içərisində özünü lazımlı hiss etmək və onun rəğbətini qazanmaq istəyindən irəli gələrək individual insanın ətrafdakı insanlar ilə uyğunlaşma tendensiyasını ifadə edir. Və ikinci, bu sosial informasiya təsiridir. Yəni, başqalarının onun bilmədiyi nə isə bilə bilməsi və ya situasiyanı ondan daha yaxşı başa düşə bilməsi ehtimalını nəzərə alaraq və hər ehtimala qarşı özünün də düzgün olduğunu təminat altına almaq istəyərək, yəni hər hansı bir fərd, individual insan ətrafdakı insanlar ilə uyğunlaşma tendensiyasını seçə bilər. Beləliklə, orkestr arabası effekti yaradan orkestr arabası arqumentindən siyasətdə, tibbdə, iqtisadiyyatda və s. insanların seçiminə və davranışına təsir göstərmək məqsədi ilə tez-tez istifadə edilir. Məsələn, aşağıdakı arqumenti biz nəzərdən keçirə bilərik. Nümunəmiz belədir. Canlı yayımda X konfetlərini reklam edən aparıcı auditoriya belə müraciət edir. Yəni, X-in yerinə hər hansı bir ad qoya bilərsiniz. Məsələn, biz şərt olaraq burada fidan adından istifadə etmişik, amma ümumiyyətlə bu adda bir konfetin olub-olmaması, yəni haqqında məlumatlı deyilik. Yəni, bu şərti bir addır istifadə etmişik. Deməli, arqument belədir. Şübhəsiz ki, siz fidan konfetlərini almaq istəyirsiniz. Niyə? Ona görə ki, tərkibində zərərli kimyəvi birləşmələr və donus piyi olmadığından ölkəmizdə insanların əksəriyyəti artıq bu konfetləri seçir. Yəni, bunu biz sadəcə insanları inandırmağa çalışırıq ki, onun tərkibində kimyəvi birləşmə yoxdur, donus piyi yoxdur. Amma arqument qismində biz sadəcə olaraq insanların əksəriyyətinin bu növ konfetləri seçməsini sübut qismində istifadə edirik. Halbuki bu məntiqi cəhətdən sübut qismində istifadə oluna bilməz. Bundan istifadə oluna bilməz. Və bu nümunədə əsas ideya arqument vasitəsilə insanların diqqətini onlara təklif edilən məhsulun tərkibinə cəlb edərək onların bu məhsuldan istifadə etməsinə nail olmaq deyil. Burada əsas ideya arqument vasitəsilə insanları bu məhsuldan istifadə etmədikləri təqdirdə cəmiyyətdə çoxluq təşkil edən qrupdan kənarda qalacaqlarına inandıraraq onların bu məhsuldan istifadə etməsinə nail olmaqdır.
və filosofların da irəli sürdüyü fəlsəfi mülahizələri populyar ideyalar ilə əsaslandırmaq və onların oxucular tərəfindən qəbul edilməsinə nail olmaq üçün fəlsəfi traktatların, esseylərin yazılışında bəzən orkestr arabası arqumentinə müraciət etməsi hallarına biz rast gələ bilirik. Məsələn, İngilis filosofu John Stuart Mill tərəfindən istifadə edilmiş arqumenti nəzərdən keçirə bilərik. John Stuart Mill aşağıdakı fəlsəfi mülahizələri irəli sürür. Onun fikrincə, ədalətsizliyə dair müxtəlif rəylər arasında biz ədalətsiz qanunların mövcud olmasına və bu qanunun nəticə etibarilə ədalət meyarı olmamasına dair fikrin hamı tərəfindən qəbul edilməsinin şahidi oluruq. Yenə də burada populyar ideya müraciət var. Bu ideyanın hamı tərəfindən qəbul edilməsi. Amma bu məntiqi müstəvidə sübut qismində istifadə edilə bilməz. Beləliklə, John Stuart Mill tərəfindən yuxarıda irəli sürülmüş birinci mülahizəni formal məntiqi arqument şəklində aşağıdakı kimi ifadə edə bilərik. Deməli, müqəddiməmiz ədalətsiz qanunların mövcud olması hamı tərəfindən qəbul edilir. Deməli, biz nəticə olaraq belə bir mülahizə irəli sürməliyik ki, ədalətsiz qanunlar mövcuddur. Amma burada qeyd etdiyimiz kimi bu yalnız ideyanın hamı tərəfindən qəbul edilməsinə əsaslanır və bu sadəcə kütləyə populyar ideyanın onlar tərəfindən qəbul edilməsi bir mexanizmidir, bir psixoloji manipulyasiya vasitəsidir və burada biz məntiqi xətaya rast gəlmiş oluruq. Amma burada vacib bir qeyd var, yəni biz bu qeydi mütləq nəzərə almalıyıq. Əgər ilk baxışda kütləyə müraciət xətasını ehtiva edən arqument təsirini bağışlasa da, arqumentin ünvanlandığı sosial qrup nəzərdən keçirilən məsələ üzrə mötəbər insanlardan və ya mütəxəssislərdən təşkil edilibsə, onda əslində bu arqument qeyd edilən məntiqi xətanı özündə əks etdirmir və məntiqi arqumentasiya prosesində irəli sürülən fikrin əsaslandırılması üçün bu tip arqumentlərdən istifadə etmiyorlar. Məsələn, növbəti arqumentimizə baxaq. Arqument belədir. Vegetarian həyat tərzi keçirən insan auditoriyaya belə müraciət edir. Uzun zaman düzgün təşkil edilmiş vegetarian həyat tərzi yaşayaraq, ət və digər heyvan məhsulları ilə qidalanmaqdan imtina edən insanlar köklükdən, yüksək təzyiqdən, diabetdən və bu kimi xəstəliklərdən necə azad olduqlarını, fiziki və mənəvi cəhətdən özlərini necə gümrah hiss etdiklərini yaxşı bilir. Qeyd edilən xəstəliklərdən xilas olmağın və ya sığortalanmağın, eləcə də fiziki və mənəvi cəhətdən sağlam həyat yaşamağın ən etibarlı yolu vegetarian həyat tərzinə keçməkdir. Yəni burada müraciət edilən çoxluq bu bilavasitə həmin həyat tərzini yaşayan insanlardır və həmin insanlar həmin həyat tərzini keçən zaman özlərinin mental və fiziki vəziyyətlərində hansı bir müsbət irəliləyişə rast gəlmişlərsə, yəni həmin sübutlar vasitəsilə, həmin irəliləyişi özündə əks etdirən sübutlar vasitəsilə vegetarian həyat tərzinin düzgün bir həyat tərzi olmasının arqumentləşdirməsi həyata keçirilir. Amma bu ilk baxışda yenə də çoxluğa dair bir müraciət olsa da, amma bu çoxluq bilavasitə həmin sahə üzrə ixtisaslaşmış bir növ həmin həyat tərzini keçirən insanlar qrupu olduğuna görə, yəni biz bunu düzgün məntiqi arqumentasiya kimi qəbul edə bilərik. Yəni burada müraciət edilən, adı yuxarıda qeyd edilən qrupun özü deyil, onu təşkil edən insanların təcrübəsidir və həmin insanların bu təcrübəni yaşayaraq qeyd etdikləri nəticə əsasında biz arqumentin əsaslandırılmasını həyata keçirə bilərik. Çünki bu təcrübəni yaşayan insanlar artıq bir növ həmin həyat tərzinin doğru olmasına dair fikir bildirə biləcək, rəy bildirə biləcək mütəxəssis qismində iştirak edə bilərlər.
Amma əgər biz bu arqumentin özünü təkzib etmək istəsək, onda biz ilk növbədə həmin təcrübənin özünü təkzib etməyə başlaya bilərik. Əgər biz bu təcrübənin özünü təkzib edə biləriksə, onda bütövlükdə arqumentin nəticəsi, yəni vegetarian həyat tərzi keçirməyin insanın psixi və fiziki sağlamlığı üçün müsbət təsiri vardır. Yəni bu fikrin təkzib olunmasını həyata keçirmək mümkündür. Amma istənilən halda həm sübut, həm təkzib bu kontekstdə, bu arqument kontekstində məhz məntiqi müstəvidə həyata keçirildiyinə görə biz burada ciddi bir məntiqi xətaya rast gəlmiş olmuruq. Beləliklə, bu gündən müzakirə etmək istədiyim məsələlər bunlardan ibarətdir və biz növbəti buraxılışda qeyri-formal məntiqdə kütləyə müraciətin dolayı forması olan şöhrətpərəstliyə müraciət arqumentinin analizi ilə bu istiqamətdə fikirlərimizi davam etdirəcəyik. Diqqətinizə görə minnətdaram. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik.